Mingəçevirdə 8 noyabr elektrik stansiyasına media tur təşkil olunub. Media nümayəndələrinə İstilik elektrik stansiyası barədə məlumat verilib. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin istehsal operatorunun baş mühəndisi Fariz Zeynalov deyib ki, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli sərəncamı ilə ölkədə enerji dayanıqlılığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədi ilə Mingəçevir şəhərindəki Azərbaycan İstilik elektrik stansiyasının ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikintisinə qərar verilib. 13 fevral 2023-cü ildə 1880 meqavatlıq yeni elektrik stansiyasının mötəbər təməlqoyma mərasimi keçirilib. Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertlər cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış Eifray şirkəti seçilib. Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması adətən bir ildən çox vaxt tələb etsə də, İspaniyanın Ideom şirkəti ilə Azərenerjinin Energetika İnstitutunun mütəxəssisləri tikinti işləri ilə paralel olaraq layihələndirmə işlərini həyata keçiriblər. Tikintinin baş podratçısı ixtisaslaşmış yerli şirkət BCC Group seçilib. Stansiya ərazisində 15.000 kubmetrdən artıq svay vurulub və 7200 ton metal konstruksiya işi görülüb. Yeni stansiyanın enerji sisteminə inteqrasiyası üçün Azərbaycan İstilik elektrik stansiyasının 500 və 330 kilovoltluq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin Mingəçevir Samux ötürmə xətti və Samux yarımstansiyasında yenidən qurma işləri həyata keçirilib. Ümumi effektivliyi artırmaq məqsədi ilə Azərenerji Mingəçevirdəki Azərbaycan İstilik elektrik stansiyasının 2 enerji blokunun buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib. Yeni elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı Azərbaycan İstilik elektrik stansiyasının digər blokları ilə müqayisədə 120 qram azalaraq 225 qram təşkil edib ki, bu da illik 1 milyard kubmetr təbii qaza qənaət və 2 milyon ton karbon qazının atmosferə buraxılışının qarşısını alır. Faydalı iş əmsalı 17% artaraq 38,5%-dən 55,5%-ə yüksəlib. Adətən belə böyük stansiyalar 3-5 ilə tikilsə də, Azərbaycan layihəni 2 il ərzində tamamlayıb. Digər ölkələrdəki analoqlarla müqayisədə isə bu stansiyanın tikintisinə xərclənən vəsait bir neçə dəfə az olub. Yeni stansiya müstəqil və qüdrətli Azərbaycanın etibarlı enerji təminatının qoruyucusu olacaq. Ölkənin enerji tarixində qızıl hərflərlə qeyd edilən bu stansiya Azərbaycanın enerji siyasətinin uğurlarından biri kimi daimiyyətdə qalacaq. Qeyd edək ki, iyunun 24-də 8 noyabr elektrik stansiyasının açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Mingəçevir.